Dur, dur, gözəl bacım, gözəl qardaşım, gözəl anam. Mənim adım Elvindir. Miopatiya əzələ xəstəliyindən əziyyət çəkirəm. 13 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Əgər müayinə olmasam, mən bu fizioterapiyaları götürməsəm, yatağa düşəcəm. Yatağa düşmək istəmirəm. Nə olar, üzümü siz xalqıma tuturam, millətimə tuturam. Vətənpərvər, Azərbaycanın gözəl, elə gözəl, təmiz ürəkli, qəbli, kömək eləyən, əl tutan insanlarına xahiş edirəm. Blogerlərdən xahiş edirəm. Mənim bu videomu etiket eləyin, görsünlər, qoşsunlar, kömək olsunlar. Ən azından kirayəmə, nə bilim, dolanışığıma, ən azından müalicəm üçün dəstək olsunlar. Mən beləliklə müalicəm üçün dəstək yığa bilmirəm. Nə olar ki, güc birlikdədir. Azərbaycan xalqım, bir Azərbaycan evladı kimi üzümü siz bacı qardaşlara tutub sizlərdən kömək istəyirəm. Görüb keçməyin. Vəziyyətim göz qabağındadır. Kim istəsə gəlib çəkiliş də eləyə bilər. Xahiş deyirəm, böyüklərin əllərindən, balacaların da gözlərindən öpürəm. Çox sağ olun ki, bu videoma axıra kimi qulaq astınız.